Vəfa salam. Nə yaxşı səndən? Burada nə edirsən? Nəsə problem var? Bir müddət əvvəl zəmanətlə aldığım telefonun işləməsində problem yaranıb Natiq. Amma satıcı deyir ki, bununla bağlı heç bir köməkliyi göstərə bilməyəcək. Vəfa, narahat olma. Qanunvericilik sənin hüquqlarını qoruyur. Sən zəmanət müddəti ərzində aldığın malı dəyişdirə bilər və ya qaytararaq pulunu geri ala bilərsən. Bundan əlavə, satış qiymətini uyğun məbləğdə azaltmağı, qüsurun aradan qaldırılmasını ya qüsuru özün aradan qaldırdıqda çəkdiyin xərclərin əvəzinin ödənilməsini tələb eləyə bilərsən. Onu da bil ki, qüsur 14 gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılmalıdır. Belədir, Natiq, ümumiyyətlə qüsur tam olaraq nədir? Qüsur, malın, işin və ya xidmətin normativ sənədlərinin tələblərinə, müqavilə şərtlərinə, yaxud irəli sürülən başqa tələblərə, eləcə də satıcının həmin mal, iş və ya xidmət haqqında verdiyi məlumata uyğunsuzluğudur. Məsələn, istehsal qüsuru səbəbindən mobil cihazın dinamikində problemin olması, hətta mal haqqında yanlış məlumatın verilməsi belə qüsur sayılır. Mən bunları bilmirdim, Natiq. İndi mən nə edə bilərəm? Qüsurlu malların qaytarılması, dəyişdirilməsi, qüsurun aradan qaldırılması halları ilə bağlı problemlə üzləşdikdə həm məhkəməyə, həm də Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edə bilərsən. Elə indi içəri girib hüquqlarımı tələb edəcəm. Hüquqlarını bil və tələb et.